Bu Maduro söhbətləri bir qədər uzanacaq dəyərli izləyicilər, həm də analoji diktatorlarla müqayisəli şəkildə də uzanacaq. Biz də bunu davam etdirəkmi? Məsələn, Bəşər Əsədin həyat yoldaşının idarəetmədə iştirakı, korrupsiya sxemləri və başqa məsələlər barədə danışmışdım. Bəs Maduro'nun həyat yoldaşı Venezuela'da nə işlər görüb, hardan gəlib oralara çıxıb? Bir çox başqalarından, məsələn, Mehriban Əliyevadan və ya keçmiş Tunis diktatoru Ben Ali'nin arvadından fərqli olaraq Maduro'nun həyat yoldaşı siyasi sistemdə təsadüfi adam olmayıb. O, bəlkə də Maduro'nun özünün prezident olmasında müstəsna xidmətlər göstərib. Nicolas Maduro'nun həyat yoldaşı kimi tanınsa da, Cilia Adela Flores de Maduro Venezuela siyasətində müstəqil və təsirli bir fiqur kimi çıxış edib. O, yalnız birinci xanım statusuyla kifayətlənməyən, dövlət idarəçiliyinin əsas qollarında qanunvericilik, hüquq sistemi və partiya strukturlarında uzun illər fəal rol oynamış siyasətçidir. Bu söhbətdə Cilia Flores'in dövlət idarəçiliyində iştirakı, tutduğu vəzifələr və siyasi təsir mexanizmləri ardıcıl şəkildə təqdim ediləcək. Cilia Flores peşəkar hüquqşünasdır. Onun siyasi fəaliyyəti Hugo Chavez hərəkatı ilə sıx bağlıdır. 1990-cı illərdə Chavez'in vəkili kimi çıxış etməsi, xüsusən 1992-ci il uğursuz çevriliş cəhdindən sonra onun azadlığa çıxmasında rolu, Flores'in Chavez siyasi düşərgədə etibarlı fiqur kimi möhkəmlənməsinə zəmin yaratmışdı. Bu mərhələ onun sonraki yüksəlişinin ideoloji və siyasi təməlini formalaşdırdı. Cilia Flores'in dövlət idarəçiliyində ən mühüm mərhələlərindən biri Venezuela'nın Milli Assambleyası ilə bağlıdır. 2000-2011-ci illər ərzində o, Milli Assambleyanın deputatı olub. 2006-2011-ci illərdə isə Assambleyanın sədri, yəni spikeri vəzifəsini tutub. Bu vəzifə Venezuela'da qanunverici hakimiyyətin ən yüksək postlarından biridir. Flores bu posta yüksələn ilk qadınlardan biri idi. Onun sədrliyi dövründə parlament Chavez siyasi xəttə uyğun qanunvericilik təşəbbüslərinin əsas mərkəzinə çevrilmişdi. Bu mərhələdə o, artıq təkcə icra edici deyil, siyasi gündəmi formalaşdıran fiqur kimi də çıxış edirdi. 2012-2013-cü illərdə Cilia Flores Venezuela'nın baş prokuroru vəzifəsini tutub, bu post ona cinayət təqibi sisteminə, hüquq mühafizə orqanlarının fəaliyyətinə, dövlətin hüquqi mövqeyinin formalaşdırılmasına birbaşa təsir imkanları verirdi. Baş prokuror vəzifəsi icra hakimiyyətinə yaxın olsa da, hüquqi baxımdan dövlətin ən strateji postlarından sayılır. Flores'in bu vəzifəyə gətirilməsi onun hüquqi və siyasi etimadının göstəricisi kimi də qiymətləndirilmişdi. 2017-ci ildən etibarən Cilia Flores Maduro hakimiyyətinin təşəbbüsü ilə yaradılan Milli Konstitusiya Assambleyasının üzvü olub. Bu qurum mövcud parlamenti faktiki olaraq neytrallaşdıran, konstitusiyon dəyişimlərə geniş səlahiyyət verən, siyasi sistemin yenidən dizayn edilməsinə yönəlmiş bir struktur idi. Flores burada da hakim partiyanın əsas fiqurlarından biri kimi çıxış edib, Chavez ideologiyanın konstitusiyon müstəvidə möhkəmləndirilməsində müstəsna rol oynayıb. Cilia Flores'in təsiri yalnız rəsmi dövlət postları ilə məhdudlaşmırdı. O, Venezuela'nın hakim partiyası olan Birləşmiş Sosialist Partiyası daxilində də mühüm mövqeylərə malik idi. Partiya qərarlarının hazırlanması, kadr seçimi və siyasi loyallığın qorunması, strateji xəttin müəyyənləşdirilməsi kimi sahələrdə onun qeyri-rəsmi, lakin real təsiri olduğu geniş şəkildə qəbul edilirdi. Bu baxımdan Flores tez-tez hakimiyyətin arxa planındakı fiqur kimi xarakterizə olunurdu. Cilia Flores Venezuela siyasətində sadəcə prezidentin həyat yoldaşı deyil, qanunverici, hüquqi və ideoloji sahələrdə uzun müddətli təsiri olan siyasi aktyor idi. Milli Assambleyanın sədrliyindən baş prokurorluğa, Konstitusiya Assambleyasından partiya strukturlarına qədər uzanan fəaliyyəti onu ölkənin siyasi sistemində mühüm fiqura çevirmişdi. Onun timsalında Venezuela'da hakimiyyətin yalnız formal postlarla deyil, həm də siyasi şəbəkələr, ideoloji sədaqət və institusional nəzarət mexanizmləri ilə işlədiyi aydın görünürdü.
korrupsiya iddiaları və mübahisəli məsələlər də var. Jilya Flores'in siyasi kariyerası təkcə yüksək vəzifələrlə deyil, korrupsiya və səlahiyyətdən sui istifadə ilə bağlı iddialarla da geniş müşayiət olunub. Qeyd etmək vacibdir ki, sadaladığım məhkəmə qaydasında tam sübuta yetirilmiş hökmlərdən çox, beynəlxalq və yerli mediada, eləcə də siyasi institutlarda irəli sürülmüş iddialar və ittihamlar da var. Ən çox müzakirə olunan məsələlərdən biri ailə üzvləri ilə bağlı narkotika qaçaqmalçılığı işləri olub. Flores'in 2 qohumu Amerika Birləşmiş Ştatlarında narkotika dövriyyəsi ilə bağlı məhkəmə tərəfindən məhkum edilib. Bu proseslərdə onun dövlət strukturlarındakı mövqeyindən müdafiə və təsir mexanizmi kimi istifadə edildiyi iddia edilib. Bu hadisə Venezuela hakimiyyətində nepotizm və toxunulmazlıq mövzularını yenidən gündəmə gətirmişdi. Bundan əlavə, onun baş prokuror olduğu dövrdə müxalifət nümayəndələrinə qarşı selektiv hüquqi yanaşma, hakim partiya üzvlərinə isə faktiki toxunulmazlıq verildiyi ilə bağlı tənqidi və əsaslı mülahizələr də səsləndirilib. Hüquq sisteminin siyasi məqsədlər üçün alətə çevrilməsi iddialarında Jilya Flores tez-tez əsas figurlardan biri kimi göstərilib. Konstitusiya Assambleyasında fəaliyyəti zamanı da dövlət resurslarının şəffaf olmayan istifadəsi, institutların legitimliyinin zəiflədilməsi və hakimiyyətin bir mərkəzdə cəmlənməsi ilə bağlı tənqidlər heç zaman səngiməyib. Bu kontekstdə Flores Maduro hakimiyyətinin institusional qalxanı rolunu oynayan şəxslərdən biri kimi xarakterizə edilir. Bu iddialar beynəlxalq səviyyədə sanksiyalar, siyasi təcrid və Venezuela hakimiyyətinə olan etimadsızlığın artmasıyla paralel şəkildə dəyərləndirilib bir qayda olaraq. Suriyada birinci leydi haqqında bir şeylər danışmaq istəyirəm sizə. Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd də elə onun özü qədər diqqət mərkəzində olub. Kimdir bu qadın və hansı davranışları ilə fərqlənib? Lap əvvəllərdə qərb həyat tərzi, kübar yaşamı, azad ideologiyaların tərəfdarı kimi təqdim və vəsf edilirdi. Bu, həmin zamanlar idi ki, dünya mətbuatı onu Suriyanın Diyanası adlandırırdı, amma qısa müddət sonra, yəni Bəşər Əsəd prezident olandan sonra zalım, qəddar və korrupsiya layihələrində adı hallanan tipik bir diktator arvadına çevrildi. Dünya onu bu tərəfdən tanımağa başladı. Əsma Əsədin adı hətta savaş əməliyyatlarından və müharibədən necə pul qazanmaq olar kimi sualların cavabında da axtarılan çox zəngin, çox tamahkar bir isim kimi keçməyə başladı müzakirələrdə. 11 avqust 1975-ci ildə Londonda doğuldu Əsma Əsəd. Maddi vəziyyəti yüksək və təhsilli bir ailədə doğulmuşdu. Atası kardiyoloji həkimi idi. Əslən Suriyalı ailə idi, amma Londonun kübar cəmiyyətinə inteqrasiya edilmişdilər. Mühacir ailə olsalar da İngilis cəmiyyətinin verdiyi bütün imkanlardan istifadə edə bilmişdilər. İngiltərə və Suriya vətəndaşlıqları vardı, amma hələ o zamanlarda, yəni gənc olduğu zamanlarda da ən yaxın çevrəsində rəfiqələri arasında kinli və məkirli bir qız qadın kimi fərqləndirilirdi. Forsulu qız idi, yəni belə tanıyırdılar. Zahirən yaraşıqlı görkəmi ilə də fərqlənirdi. Eyni zamanda İngiltərədə aldığı təhsil diplomu ilə də fərqlənə bilmişdi. Kral Kolleci məzunuydu. Deutsche Bankda işləməyə başlamışdı. 2000-ci ilin dekabrında Bəşər Əsədlə gizli sayıla biləcək bir evliliyə qədəm qoydu və Suriyanın birinci xanımı oldu. Əsmanın atası Əsəd rejiminə müxalif idi. Buna baxmayaraq Əsma Əsəd seçdiyi yolun düzgünlüyündən ləzzət alaraq yeni həyata qədəm qoymuşdu. Bankçılıq fəaliyyətlərini də buraxaraq birinci ledi kimi Suriyaya, Şam şəhərinə daşındı və orada yaşamağa başladı. Qaynanası ilə münasibətlərində ilk öncə gərginlik vardı. Bəşərin anası ona sadəcə Bəşərin uşaqlarının anası kimi yaşamağı və var olmağı təlqin etməyə çalışsa da, Əsma xanım bu hüdudlarda ilişib qalmaq fikrində değildi. Suriyadakı ilk vaxtlarında həqiqətən də sevilən bir ismə çevrilməyi bacarmışdı. İnsanlarla, cəmiyyətlə humanitar baxımdan fərqli bir təmaslar qurmağa çalışır. Problemli insanlar birinci xanıma ünvanlı şikayət məktublarını ona göndərirdilər. İqtidar daxili intriqaların içində olmadığını göstərmək üçün təhsil, mədəniyyət,
qadın haqları və qadınların təhsili, turizm kimi sektorlarda fəaliyyət göstərdiyini qabartmaq istəyirdi. Buna da çox zaman nail ola bilirdi. Bütün bunlar ona ictimai simpatiya qazandırırdı. Dəbli Avropa stilli geyimləri ilə də fərqləndirilirdi və medianın gündəminə gəlirdi. Göstərdiyi ümidlərin başında dayanan xətlərdən biri də bu idi ki, nə zamansa oğlu Hafiz Əsəd Suriyanın rəhbəri olacaq. Prezident xanımı olduqdan sonra prezident anası da olmaq niyyətlərini gizlətmirdi. 2007-ci ildə Suriya İnkişaf Fondunu qurdu. Bu, Azərbaycandakı təxminən Heydər Əliyev fondu kimi işlərlə uğraşırdı. Savaşda ölən Suriyalı əskərlərin ailələrinə baş çəkirdi, qadınların təhsili proqramları ilə bağlı tədbirlər keçirirdi, talassemiyalı xərçəngli uşaqların müalicəsi üçün vəsaitlər ayırırdı və s. 2011-ci ildə Suriyada vətəndaş savaşı başlayanda bir müddət səssiz qaldı və cəmiyyət öz gözləntilərindən məyus olmağa başladı. 2011-2016-cı illərdə heç bir fəaliyyəti ilə fərqlənmədi. 2016-cı ildə döş xərcənginə tutulduğu barədə rəsmi xəbər paylaşdı ərinin Twitter hesabından. 2019-cu ildə Suriya Dövlət Televiziyasında çıxış edərək xərçəngin artıq keçmişdə qaldığını bəyan etdi. Bundan sonra Bəşər Əsəd onu faktiki olaraq öz müavini statusunda hökumət iclaslarına qatmağa başladı və Əsma Əsəd Suriyada ikinci şəxs statusu ilə qəbul edilməyə başladı. Yüksək hakimiyyət çevirilərində hər kəs bilirdi ki, Əsma Əsəd Bəşər Əsəd üzərində olduqca böyük təsirə malikdir və nə istəsə dərhal əldə etməyə imkanı olan şəxsdir. Suriyanın dövlət borcları ağla gəlməz dərəcədə artsa da, ölkə iqtisadi böhranlarda olsa da, Əsma Əsəd öz həyat tərzini daha da zəngin göstərməyi xoşlayırdı və öz maddi imkanlarını dövlətin iqtisadi strukturları ilə yanaşı, özünün yaxın adamlarının, qohumlarının üzərindən yaratdığı böyük bir iqtisadi konseyin faktiki olaraq Suriyanın ən nəhəng holdingi kimi sayılan qəbul edilən bir quruluşun hesabına artırırdı. Bu iqtisadi şura holdingin fəaliyyəti elə qurulmuşdu ki, xaricdən Suriya dövlətinə axan yardımlar da Əsəd ailəsinin nəzarətinə keçirdi və Əsma Əsədin bilavasitə səlahiyyəti altındaydı. Dövlət büdcəsindən silinən və iş adamlarından mafiya üsulları ilə həbs etməklə, qorxutmaqla qoparılan vəsaitlər Əsəd ailəsinə məxsus olan banklarda və şirkətlərdə yerləşdirilirdi. Bütün bunlara Əsma Əsəd nəzarət edirdi. Söhbət 100 milyonlarla dolların davamlı olaraq mənimsənilməsindən, xalqın boğazından kəsilərək mənimsənilməsindən gedirdi. Suriyada mobil operator şirkətləri və Şam Holding ailənin əsas maliyyə iqtisadi mərkəzi idi və başında Əsma Əsəd dayanırdı. Mən bunu Azərbaycanla müqayisə üçün danışmadım. Sadəcə olaraq Suriyada iqtisadi maliyyə həyatın necə tənzimləndiyini və Prezident Bəşər Əsədin xanımının hansı işlərlə necə məşğul olduğunu göstərmək üçün dedim.